Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Politologiya giriş dərslərimizə qaldığımız yerdən davam edirik. Bu mühazirəmizdə bugün bizlər siyasi transformasiya haqqında danışacağıq. Əmin olun ki, bu mühazirədən sonra sizlər siyasi transformasiyanın nə olduğunu öyrənmiş olacaqsınız. Mühazirəyə başlamamışdan əvvəl əziz dostlar, bir daha xatırlatmaq istəyirəm ki, əgər videoları bəyənirsəniz, əgər videolardan yeni məlumatlar əldə edirsinizsə, zəhmət olmasa kanala abunə olmağı, videonu bəyənməyi, hətta sualınız, fikriniz, tənqidiniz varsa bunu da şərh bölməsində bildirməyi unutmayın. Amma əgər bu videoların daha çox insanlara töhfə verəcəyinə inanırsınızsa, zəhmət olmasa videonu paylaşın. Bu xatırlatmanı etdikdən sonra isə mühazirəyə başlamaq istəyirəm. Bugün siyasi transformasiya haqqında danışacağıq. Alt başlıqlarımız isə belədir. Siyasi transformasiya, Edward Shills'in modeli, Kenneth Organski'nin modeli, siyasi transformasiyaya təsir edən faktorlar, siyasi transformasiyanın metodları və bunlardan biri olan inqilablar haqqında danışacağıq. Əmin olun bu mühazirə sizin üçün faydalı olacaq. Əvvəla təbii olaraq siyasi transformasiyadan danışacağıq və görək ona necə bir tərif vermək mümkündür. Burada əziz dostlar, paragraflar halında, başlıqlar halında siz məlumatlar da əldə etmiş olacaqsınız. Əvvəla biz bilirik ki, soyuq müharibə dövrü var və bu soyuq müharibə dövründə iki böyük qütb, yəni Amerika Birləşmiş Ştatları, yəni ABŞ və digər tərəfdə isə Sovet Sosialist Respublikalar İttifaqı var ki, bu iki qütb bir-biri ilə qarşılıqlı, açıqdan olmasa da digər periferik dövlətlər vasitəsilə daim mübarizə aparmışdır. Bu həm yerdə, həm də göydə deyə biləcəyimiz kosmosda davam etmişdir. Və bu münaqişələr, mübahisələrin, qarşılıqlı hədələşmələrin nəticəsində Sovet Sosialist Respublikalar İttifaqı süqut etmişdir. Digər tərəfdən Avropa özü də yeni bir mərhələyə qədəm qoymuşdur ki, bununla da artıq sadəcə ABŞ-nin hakim olduğu dövr bitmiş, digər tərəfdən çox qütüblü bir dünya düzəni deyə biləcəyimiz beynəlxalq münasibətlər sistemi ortaya çıxmışdır. Təbii ki, 1945-1990-cı illərdə belə bir vəziyyət və Sovet düşərgəsində yaşanan inqilablar, dəyişikliklər, transformasiyalar ki yaşandı, onlar ABŞ sisteminin və Avropa sisteminin daha mütərəqqi olduğuna inanırdılar. Düşünürdülər ki, bu sistemə transformasiya və inteqrasiya etməklə öz siyasi sistemlərini transformasiyaya məruz qoyaraq daha da güclü bir dövlətə çevrilə bilərlər. Ki bu dövrdən etibarən biz nəyi görürük? Görürük ki, inkişaf etməkdə olan və 3-cü dünya dövlətləri olan Afrika qitəsində yerləşən dövlətlər kimi dövlətlər qarşılarına məqsəd qoydular və dedilər ki, biz özümüz həm ABŞ, həm də Qərbi Avropa dövlətləri kimi bir inkişaf etmişlik səviyyəsinə çatmalıyıq. Və beləliklə artıq öz siyasi qurumlarında, idarələrində, idarəçiliklərində bu inkişaf etmiş dövlətləri özlərinə nümunə olaraq transformasiya mərhələsini başlatdılar. Einstein bu məsələ haqqında belə bir stat bildirir. Deyir ki, siyasi transformasiya ABŞ və Qərbi Avropada inkişaf etmiş olan sosial, iqtisadi və siyasi sistemlərin digər ölkələrə yayılması olaraq şərh edir. Yəni bu şərhindən də görə bilirik ki, əslində siyasi transformasiyanın məşhurluq qazanmağının arxasında dayanan şey qısqanclıq və onları özünə model almaqdır. Onlar dediyimizdə təbii olaraq ABŞ və Qərbi Avropa dövlətləridir ki, bunlar da inkişaf etmiş olduqları üçün digər dövlətlər üçün, yəni inkişaf etməkdə olan və 3-cü dünya dövlətləri üçün bir model dövlətə çevriliblər. Necə ki, vaxtilə Türkiyə Respublikası Atatürk, Mustafa Kemal Atatürk dövründə digər dövlətlər üçün necə bir model idisə, yaxın şərq dövlətləri üçün, indi də hal-hazırda bu rolu demək olar ki, yenə Asiya dövlətlərindən biri olan Çin rəhbərlik eləyir. Digər tərəfdən hər nə qədər qəbul eləsək də, etməsək də, Çindən başqa, Çindən əvvəl hətta buna Avropa İttifaqı dövlətləri rəhbərlik edir ki, hələ də dövlətlər Avropa İttifaqının kriteriyalarına yaxınlaşmağa,
onunla həmrəy olmağa çalışırlar ki, onlar kimi inkişaf edə bilsinlər. Bu dövrdə inkişaf etmiş ölkələr qeyd elədiyimiz kimi burada bir inkişaf etməkdə olan ölkələr və 3-cü dünya dövlətlərinin politoloqları da təbii olaraq inkişaf etmiş dövlətləri təhlil eləyərək onlara yaxınlaşmaq üçün nələr edə bilərlər bu barədə mövcud dövlət idarəçilərinə məsləhətlər vermişdilər ki, bu da siyasi transformasiyanın məşhurluq qazanmağında ən böyük rolu oynamışdır. Təbii ki, Edward Shields burada bu məsələdə bu transformasiya mərhələlərinin açıqlanmasında böyük rol oynayan politoloqlardan və ya daha doğrusu sosioloqlardan birisidir ki, bildiyimiz kimi sosiologiyada yaşanan bir çox şey təbii olaraq digər sahələr kimi politologiya sahəsinə də təsir göstərməkdədir. Edward Shields, dəyərli dostlar, deyir ki, dövlətlər 5 mərhələ nəticəsində transformasiyanı tamamlayıb və müasir demək olar ki, demokratik, iştirakçı demokratiyaya keçə bilərlər. Təbii ki, burada da qeyd eləməliyik ki, Edward Shields yəni bunların zəruri olduğunu bildirmir. Amma qeyd edir ki, bir fenomen var, müasirləşmə, modernləşmə, transformasiya. Bu fenomeni özünə rəhbər alan dövlətlər, idarəçilər bir müəyyən mərhələ ilə gedərək bu mərhələ nəticəsində bu inkişaf etmişlik səviyyəsinə gəlib çata bilərlər. Burada da əslində Shields məcburi hesab etmir, amma müasir bir dövlət, inkişaf etmiş dövlət olmaq üçün, cəmiyyət olmaq üçün bunların məqbul olduğunu, zəruri olduğunu vurğulayır. Gəlin bunları ayrı-ayrılıqda öyrənək görək bunlar neymiş. Ənənəvi oliqarxiyalar, totalitar oliqarxiyalar, modernləşdirici oliqarxiyalar, qəyyumluq demokratiyaları və siyasi demokratiyalardır. İlk olaraq biz ənənəvi oliqarxiyanın nə olduğunu öyrənək. Qeyd elədiklərimizə sadiq qalaraq. İlk mərhələdir. İdarəetmə nəsildən nəsilə ötürülərək institusional hala gətirilir. Qanunverici, icra edici və məhkəmə kimi konstitusiya orqanları birbaşa monarxın nəzarətində olduğu üçün hakimiyyət bölgüsü yoxdur və ya varsa da demək olar ki, monarxın əlində cəmləşdirilmişdir. Hakimiyyət sahibinin əmrləri sorğulanmadan qəbul edilir. Əziz dostlar, ənənəvi oliqarxiyalar paralel olaraq Max Weber'in də keçmiş mühazirələrimizdə bəhs etdiyimiz kimi ənənəvi legitimliyinə yaxın gəlməkdədir. Burada da onun əlamətlərini görməkdəyik. Yəni, ənənəvi oliqarxiyalar dediyimiz şey patriarxiya və onun davamı olan monarxiyadır. Patriarxiya daha çox ailə daxilində bir hakimiyyət növü olaraq görülür. Atanın qadını və övladları üstündəki hakimiyyəti, daha əvvələ geçsək, qulu üstündəki hakimiyyəti ön planda idi, mikro səviyyədə, ailə daxilində. Makro səviyyədə isə atanın bu rolunu hökmdar icra edir və təbii olaraq da hökmdar öz övladları olan, yəni vətəndaşlar üstündə, yəni xalqı üstündə atadır, hakim qüvvəyə sahibdir. Buna görə də ona qarşı gəlmək olmaz prinsipi olan idarəçiliklər adətən ənənəvi legitimlik və ənənəvi oliqarxiyalardır. Burada hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bölgüsü demək olar ki, hakimiyyət daha doğrusu tək adamın əlində cəmləşmişdir və təbii olaraq da buradakı idarəçilik, siyasi iqtidar, hakimiyyət nəsildən nəsilə keçməklə, atadan oğula keçmək üsulu ilə ənənəvi üsulda davam etməkdədir. Və burada da təbii olaraq tək adam rejimindən bəhs etməkdəyik. Amma unutmayın, bu ənənəvi oliqarxiya dediyimiz şey daha çox tarixlə əlaqəlidir. Bunun müasirləşmiş formaları var. Birazdan o barədə də danışacağıq. Yəni burada da biz krallıqdan bəhs eləmiş oluruq. Buna nümunə olaraq nə verə bilərik? Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliyi, daha sonra bəzi belə deyək, Asiya ölkələri nümunə göstərilə bilər. Amma məsələn bura siz İspaniyanı daxil eləyə bilmərsiniz. Niderlandı daxil eləyə bilmərsiniz. Norveçi daxil edə bilmərsiniz. Çünki bunlar artıq bir iştirakçı demokratiyaya meyl etmiş, keçmiş, amma özündə atribut olaraq kralları saxlamış dövlətlərdir. İngiltərədə başda olmaqla. Totalitar oliqarxiyalar var. Burada artıq bu ikinci bir mərhələdir. Əgər əvvəlkindən bura bir keçiş varsa, amma yoxdursa, burada bir ikinci mərhələ olaraq da, olmayaraq da düşünülə bilər. Əgər davamı
edirsə, bu ikinci mərhələ olaraq hesab edilməlidir. Burada belə bir fenomen var ki, tək siyasi partiya yəni hakimiyyətdədir. Yəni Sovet Sosialist Respublikalar İttifaqında olduğu kimi, Şimali Koreyada olduğu kimi, Çində olduğu kimi burada tək siyasi partiya hakimiyyətdədir. Amma burada belə deyək, idarə edicilərin icra edicilər, idarə edicilərin sayı azdır. Amma az olmağından başqa da hamısı necə deyərlər, eyni fikirdədir. Eyni amaldadır. Bunun səbəbi isə bu totalitar oliqarxiyanın bir ideologiya ətrafında birləşməyidir. Birləşmiş olmalıdır ki, buna görə də burada heterogenlikdən söhbət getmir. Burada homogenlikdən söhbət gedir. Yəni tək fikirlilikdən. Yəni altında da onsuz da qeyd etmişəm ki, cəmiyyət vahid ideologiya ətrafında birləşdirilmişdir. Sovet Sosialist Respublikalar İttifaqında, Çində, Şimali Koreyada olduğu kimi. Sosial və siyasi legitimliyin mənbəyi ideologiyadır, təbii olaraq. Oradan bunlar qidalanmaqdadır hakimiyyət. Digər tərəfdən isə bu vəziyyətdə müxalifətə icazə verilmir, fərqli düşüncəyə sahib insanlara yaşamaq haqqı tanınmır. Təbii ki, totalitar oliqarxiyaların bu ən radikal variantıdır. Bundan biraz rəndələnmiş formaları da var ki, makyajlanmış formaları var ki, buradakı bəzi radikallıqlar orada azaldılıb. Deyək ki, bizim bir keçiş dövrümüz var idi. Biz gəldik artıq ənənəvidən demək olar ki, totalitara. Totalitardan da artıq bir dəyişiklik baş verdi. İcra edicilikdə, idarəçilikdə, mən bugün icra ediciliklə idarəçiliyi qarışdıra qaldım. İdarəçilikdə bir dəyişiklik baş verdi. Altdan və ya üstdən gələn tələblər əsasında və qərar aldılar ki, biz artıq bir dövlət qurduq, totalitar oliqarxiya qurduq və yaxud bir idarəçiliyimiz var. Bunu biraz da müasirləşdirək və ya deyək ki, üçüncü mərhələ yoxdur. Belə bir mərhələdən də keçməmişik. Ənənəvi oliqarxiyadan gəlmişik, sultanlıqdan məsələn, modernləşdirici oliqarxiyaya. Məsələn, bu dövrlərə daha çox Mao, Mustafa Kemal Atatürk kimi belə tək adamın, tək siyasi partiyanın hakim olduğu bir vəziyyətə nümunə göstərilə bilər ki, burada dövləti idarə edən şəxslər, burada da qeyd elədiyim kimi, mülki ola bilər və ya hərbi elitanın üzvləri ola bilər ki, bunlar bir mənalı şəkildə özlərinin ağılında qurduğu ideyalara əsaslanaraq cəmiyyəti formalaşdırırlar. Cəmiyyət isə yuxarıdan aşağı gələn sözlər əsasında, yuxarının elit qrupların fikirlərə əsasında qurulur, formalaşdırılır və transformasiya belə həyata keçirilir. Hakimiyyət sahibləri sürətli modernləşmə üçün cəmiyyətin keçmişi ilə əlaqəsini kəsməyə çalışırlar. Əlbəttə ki, Mao dövrünə baxsaq, oradakı mədəni inqilablar və digər inqilablar nəticəsində məqsəd nə idi? Məqsəd o idi ki, daha əvvəlki o ənənəvi, bu ideologiyaların olmadığı, patriarxiyanın hakim olduğu, yəni ənənəvi oliqarxiya olaraq burada deyə bilərik məsələn, hakim olduğu bir vəziyyət var idi. Bu vəziyyətdən xilas ola bilmək üçün nə lazım idi? Əvvəlki fikir və düşüncələrin tamamilə sıradan çıxarılmağı, əksinə bunun əvəzinə daha doğrusu yeni bir ideologiyanın, yeni bir ortaq fikrin ortaya çıxarılmağı lazım idi ki, bununla da necə deyərlər, cəmiyyət modernləşdirilməli idi. Və bununla da artıq biz nəyə görmüş oluruq? Sürətli modernləşdirmə. İndi əziz dostlar, ictimai cəmiyyət mühəndisliyi dediyimiz şey ki var. Burada sizin ağlınızda olan bu layihələri, bu planları icra eləmək üçün iki yol izləyə bilərsiniz. Ya yəni ya planlı bir şəkildə yavaş-yavaş, aram-aram müasirləşdirmə, hədəfə getmək, ya da sürətli. Məsələn, Mustafa Kemal Atatürk kimi, Mao kimi belə deyək, siyasi liderlər daha çox sürətli modernləşdirmə tərəfdarı idilər. Və modernləşdirmə tərəfdarı olduqları üçün sürətli bir şəkildə qarşılarında olan əngəlləri, keçmişdən qalan o qrupları, maraq qruplarını da sıradan çıxartmaq lazım idi ki, burada da bu liderlərin çiyinlərində böyük yük var idi. Bu yükləri də bir çoxu, yəni mən gördüyüm qədərilə, siz də tarixdən baxdığınız qədərilə
əllərindən gəldiyi qədər yaxşı bir şəkildə apara bildilər. Yəni praqmatik bir şəkildə apara bildilər. Təbii ki, bu prosesdə həm qarşı tərəfdən, həm bu tərəfdən ölənlər oldu. Çünki təzə bir dövrə adaptasiya olmaq, cəmiyyətin adaptasiya olmağı çox çətindir. Ona görə də burada ən belə deyək də qanlı bir şəkildə həyata keçirilməli, Sovetdə də olduğu kimi. Yəni bu sürətli modernləşmə böyük tələfatlar ortaya çıxa bilər. Məsələn, Holokost vəziyyətində olduğu kimi, Holodomorda daha doğrusu, Holodomor qıtlığında olduğu kimi. Yəni sürətli sənayeləşmə, sürətli böyümə bərabərində bir çox insanın və ya qrupların da yox olmağına səbəb ola bilər ki, bu da amma o dövrün şəraiti ilə şərh edilməlidir. İndidən baxıb o dövrü şərh eləmək də doğru deyil. Bu mərhələdə təbii ki, yuxarıdan aşağı bir necə deyirlər, hərəkət etdirmə olduğu üçün burada hər hansı bir demokratiya ehtiyacı yoxdur. Xalqın fikrinə ehtiyacı yoxdur. Çünki artıq xalqı siyasi liderlər, idarə edici qrupa formalaşdırır, transformasiyaya məruz buraxır ki, burada xalqın fikrinə elə də ehtiyac yoxdur. Təbii olaraq totalitar oliqarxiyalar kimi burada da tək siyasi partiya hakimdir və burada müxalifətə də, yəni varsa müxalifət planlıdır, amma adətən burada da bu layihələr, bu planlar, ideyalar reallaşsın deyə müxalifətə icazə verilmir ki, ləngimələr yaşanmasın. Hakimiyyət sahibləri qeyd elədiyimiz kimi cəmiyyətin keçmişlə əlaqəsini kəsməyə çalışır, sərt dünyəvilik, sekularizmi təbliğ edir, dini dövlətdən ayırır ki, insanlar daha çox dövlətə sitayiş eləsinlər, dövlət ətrafında birləşsinlər, başqa şeylər fikirləşməsinlər. Çünki din əsasında fikirləşəndə dövlət ikinci plana düşür, daha çox ümmətçilik belə deyək ortaya çıxmış olur və buna görə də bu idarəçiliklərdə daha çox necə deyərlər, dini və adət-ənənəni necə deyərlər, ikinci plana ataraq və ya onu daha da cılızlaşdıraraq xalqı daha da müasirləşdirməyə çalışırlar ki, yeni bir cəmiyyət ortaya çıxmış olsun. Bunun əgər davamında, əgər bu davam etmiş olsa ki, biz Türkiyə Respublikasında bunu gördük, Atatürk inqilabları sonrasında artıq qəyyum demokratiyalar dediyimiz bir qrupaya necə deyərlər, Türkiyədə daxil olmuş oldu ki, bu cəhətdən sizə də maraqlı gələcək. Bu mərhələdə hakimiyyət sahibləri inkişaf etmiş ölkələrin demokratiya sistemini hədəfləyir, lakin konstitusiya orqanları hələ də keçmiş totalitar və ya avtoritar quruluşdan qalan qüvvələrin təsiri altındadır. Demokratiya məqsəd kimi qoyulsa da, institutların demokratik struktur dəyişikliklərinə məruz qalması zəruridir. Əks halda sürətli demokratikləşmə prosesi mənfi təsirlənə bilər. Bəli, əziz dostlar, deyək ki, əvvəlki mərhələlər tamamlandı və bu mərhələyə keçid baş verdi. Nə olacaq? Türkiyənin o yaşadığı proseslərdə olduğu kimi İsmet İnönü dövrü bitir və artıq Demokrat Partiyanın hakim olduğu dövr başlayır və bu dövrdən etibarən Türkiyə həm daxili, həm də xarici siyasətində Avropa İttifaqı kimi böyük inkişaf etmiş dövlətləri özünə bir ideal olaraq müəyyən edir və onlar kimi olmağa çalışır. Və o dövrdə olan islahatların da bir çoxusu məhz Avropa İttifaqının həm belə deyək, məsləhət etdiyi, həm də o dövrdə mövcud olan idarəçilik idi ki, bu planlar ətrafında demək olar ki, 1950-ci ildən başlayan proses hələ də davam etməkdədir. Hələ də Türkiyə Respublikası demək olar ki, Avropa İttifaqı kriteriyalarına çatmağa, onları əməl etməyə, onları reallaşdırmağa çalışır ki, hələ də bu proses, necə deyərlər, ləngiyir, amma böyük bir yol qət edildiyi də etiraf edilməlidir. Digər tərəfdən də nə qədər olsa da bu dövrdə, yəni yeni bu demokratikləşmə dövründə reallıq budur. Bir, oliqarxiyadan qalan qruplar, qruplaşmalar hələ də var. Hələ də yuxarıdan aşağı xalqı dəyişdirmək istəyənlər, xalqı formalaşdırmaq, transformasiyaya məruz qoymaq istəyən, xalqa yuxarıdan aşağı baxan elit qruplar var. Amma qəyyumluq demokratiyasını müəyyən eləməyi ilə birlikdə Avropa standartlarına çatmaq kimi şeylər də olduğu zaman bu qarşıdurmalar artır, sərtləşir. Amma belə bir şey var ki, Ərəb Baharı nümunəsində gördüyümüz kimi, İraq nümunəsində gördüyümüz kimi, qəyyum demokratiyalar, yəni belə deyək də, Avropa standartlarına çatmaq istənilə bilər. Məsələn, İraq nümunəsində olduğu kimi. Hədəflər o ola bilər, amma
onu nə qədər reallaşdırmaq, ona xalqın, yəni cəmiyyətin nə qədər hazır olduğunu bilmək vacibdir. Əgər cəmiyyət demokratik idarəçilik sisteminə, demokratiya siyasi mədəniyyətinə, iştirakçı siyasi mədəniyyətə hazır deyilsə, siz nə qədər bunu istəsəniz də onu reallaşdıra bilmirsiniz. Amma deyək ki, siz İraq kimi bir dövləti alıb və ya onun kimi Liviya kimi bir dövləti alıb, mövcud reallıqlarını nəzərə almadan oranı demokratikləşdirməyə, hətta bunu sürətləndirməyə çalışdığınızda əziz dostlar, nə baş verəcək? Xaos, anarxiya. Çünki o cəmiyyət ona hazır deyil. Çünki sizin qurumlarınız ona hazır deyil. Çünki sizin işləyişiniz, sizin fikirləriniz bu cəmiyyətə hazır deyil. İqtisadi modeliniz, hərbi sisteminiz buna hazır deyil. Buna görə də qəyyum demokratiyalarında ən çox problemlərin yaşandığı şisə görə də sürətli demokratikləşmədir. Bunun qarşısını almaq üçün aram-aram bu reformlar icra edilməli, tələblərə görə formalaşmalı, zamanla bu zamana yayılaraq transformasiya aparılmalıdır. Əks təqdirdə sonu mənfi nəticələnə bilər. Siyasi demokratiyaları isə artıq yetkin, inkişaf etmiş demokratiyalar, inkişaf etmiş dövlətlərin sahib olduğu demokratiyalardır ki, burada artıq demək olar ki, qərb dövlətlərinə xasdır. Bu idarəetmə formasında hakimiyyət bölgüsü sərt şəkildə tətbiq edilir. Vətəndaş cəmiyyəti təşkilatları, maraq və təzyiq qruplarının iştirakı ilə iştirakçı demokratiya işlək vəziyyətdədir. Ən üstün idarəetmə sistemi bu model hesab olunur. Bəli əziz dostlar, o qədər bir dalğa ilə gəldik, bura çıxdıq, inkişaf dalğası ilə və nəticə budur. Amma bir dövlətin bu vəziyyətə gəlib çatmağı həqiqətən 100 illər qədər, yəni 100 il, bəlkə 100 ildən daha çox tələb edən bir zaman dövrüdür. İndi isə bunu da qeyd etmək lazımdır ki, o dövrə qədər bir liderin və ya onun qrupunun hakimiyyətdən gedib getməyəcəyi də müəyyən olmadığı üçün, qeyri-müəyyən olduğu üçün, məchul olduğu üçün bu prosesin harda dayanacağı, harda artacağı da bilinməzliyini qorumağa davam edir. İkinci bizim müəllifimiz, mütəfəkkirimiz isə Kenneth Organskidir. Onun gəlin modeli ilə tanış olaq. O da Edward Shields kimi 4 əsas model tövsiyə edir, göstərməyə çalışır. Bu modellər də modelin daxilində də, daha doğrusu özü mərhələlər var. Bunlar ilkin birləşmə mərhələsidir, sənayeləşmə mərhələsidir, rifah mərhələsidir və bolluq mərhələsidir. Əslində bu da Edward Shields'in fikirlərinə çox oxşayır. Ona görə sizin yadınızda qalmağı rahat olacaq. İlk birləşmə mərhələsi kənd təsərrüfatına əsaslanan cəmiyyət mövcuddur. İlk birləşmə mərhələsində idarəçilərin əsas məqsədi sənayeleşməyə keçid etməkdir. Bu məqsəd eyni zamanda cəmiyyət üzvləri üzərində siyasi və inzibati nəzarəti də artırır. Bürokratiyanın güclənməsi demokratiyanın geriləməsinə və bürokratik oliqarxiyanın yüksəlməsinə səbəb olur. Yəni əziz dostlar, vəziyyət budur. Yəni buradan əziz dostlar onu görürük ki, Edward Shields'in də dediyi kimi, ənənəvi oliqarxiya dövrü məhz bu dövrlə xarakterizə edilə bilər. Bu dövrdə əsas istehsalat, yəni inkişaf etməmiş 3-cü dünya dövləti və ya inkişaf etməkdə olan bir dövlət olduğunu beyninizə canlandırın, fikrinizə canlandırın. Burada əsas istehsalat sahəsi nə ola bilər? Kənd təsərrüfatı olacaq təbii olaraq. Amma bu dövrdə artıq kənd təsərrüfatı inkişaf etməkdə olan və ya inkişaf etmiş ölkələrə çevrilmək üçün, transformasiyanı aparmaq üçün nəyə lazımdır, nə ehtiyacımız var? Bizim təbii ki, sənayeyə ehtiyacımız var. Sənayənin artmaq lazımdır və buna görə də kənd təsərrüfatından əldə edilən məhsullar gəlirdən burada sənayələşmə qurulmalıdır. Sənaye təsisləri, institutları formalaşmalıdır ki, necə deyərlər, inkişaf etməkdə olan ölkəyə doğru addımlar atılsın. Amma burada da təbii olaraq bir cəmiyyətin və bu prosesi aparan bürokratiyanın və ya idarəçilərin böyük bir təsiri var. Onlar əllərindən gəldiyi qədər demokratiyanı boğmağa çalışırlar ki, maksimum şəkildə fərqli fikirlər olmasın və məqsədə gedən yollar açılmış olsun. Daha rahat bir şəkildə irəliləyiş olsun. Buna görə də təbii ki,
Bürokratiya artır, amma demokratiya geriləmiş olur. Sənayeləşmə mərhələsinə keçid etdi deyək ki, bir cəmiyyətimiz. Burada nə baş verəcək? Burada baş verən odur ki, artıq demək olar ki, kənd təsərrüfatı prosesi tamamlanıb, yəni və bundan əvvəlki mərhələ artıq fərdlər kapital yığımı, yəni tələb olunur və fərdlər artıq başlayırlar kapitallarını artırmağa, yəni gəlirlərini, sərmayələrini artırmağa və beləliklə öz ayaqları üzərində duran yeni bir nəsil, yeni bir siyasi mədəniyyət formalaşmış olur. Yeni bir cəmiyyət formalaşmış olur. İnsanlar işləmək və kapital toplamaq üçün kənddən şəhərə köç etməyə başlayırlar. Təbii olaraq tarix hər zaman özünü təkrarlayır. Roma dövründə də belə idi, antik Yunanda da belə idi və ondan sonra gələn dövrlərdə də bu belə idi ki, insanlar demək olar ki, sənayeləşmənin artmağı ilə birlikdə kənddən şəhərə, böyük köçlərə, miqrasiyaya, buna da biz deyirik kəfkir sayağı miqrasiyaya başlayırlar ki, beləliklə siyasi, sosial, iqtisadi problemlər də bərabərində gələcək, yaranacaqdır. Sənayecilər və dövlət prosesi nəzarət altında saxladığı üçün oliqarxik struktur hələ də mövcuddur. Bəli, sənayələşmə mərhələsində, yəni bu İngiltərə modelində də, Fransada da gördüyümüz kimi bu 16-17-ci əsrlərdən çox orada sənayeləşmə prosesində demək olar ki, kralla sənaye arasında, yəni lordlar, burjuva arasında yaxın əlaqə var idi. Krallar da təbii olaraq o dövrdə daxili sənayeçisini, mülkədarını, kapitalını qorumaq üçün nə etmişdi? Merkantilizm kimi iqtisadi bir model gətirmişdi ki, xaricdən gələn ölkəyə satılmağa gələn mallar baha olsun. İndi Trump'ın tətbiq elədiyi o proteksionizm siyasəti məhz buna aiddir və öz daxili sənayeçiləri inkişaf etsin. Təbii ki, bu da sonradan imperializmə gedən yolu da açacaqdır. Rifah mərhələsi başlayır. Artıq bəli, kənd təsərrüfatında istehsalat yüksək səviyyəyə çıxarılıb sənayedəki addımlarla birlikdə, amma kənd təsərrüfatında işləyənlərin sayı texnologiyanın inkişafı ilə birlikdə azalıb. Sənayedə artıq işləyənlərin sayı artdığı üçün sərmayə artıb və təbii olaraq sənaye də artdığı üçün dövlət güclənib, gəliri artıb, vətəndaşı varlanıb və nəticədə rifah mərhələsi başlayıb. İdarəçilərin hədəflədiyi sənayeləşmə başa çatmış və demokratik strukturlaşmaya keçid başlanır. Bəli, 1789-cu ildəki Fransız inqilabı məhz bunlardan sadəcə biridir. 1680-1688-ci ildə İngiltərədə yaşanan vətəndaş müharibəsi bunlardan biridir. 1648-də Vestfaliya bunlardan ən böyüydü ki, dövlətlər artıq bir-birini tanımağa başladılar. 1815 Viyana Konqresi buna ən gözəl nümunələrdir ki, bunlar artıq sənayeleşmənin əvvəlcədən dalğası və sonraki dalğasına nümunələr idi ki, artıq bununla da birlikdə demək olar ki, siyasi, sosial və iqtisadi sahəyə də təsirləri göstərilirdi. Təbii ki, vətəndaşlar gəlirləri artdığı üçün təhsilləri də artmışdı. Təhsilləri artdığı üçün də siyasi hakimiyyətdən tələbləri də artmışdı və siyasi hakimiyyət buna da çıxış yolları, bir həll yolları göstərib onların tələblərini qarşılamaq məcburiyyətində idi ki, beləliklə artıq ümumi seçki hüququnun tanınması da gəldi və beləliklə fərdlər daha aktiv bir şəkildə siyasətə daxil oldular. Amma unutmayaq, bu dövrdə hələ ümumi seçki hüququ gəlməyinə baxmayaraq, hələ də sosial vəziyyət, sosial fərqlər var. Varlılar daha çox siyasətə aktiv iştirak edirlər. Kasıb təbəqə, orta təbəqə isə daha zəifdir. Amma irəliləyən dövrdə bu daha da artacaq iştirakçı demokratiya ilə birlikdə. Və təbii ki, bu dövrdə artıq hakimiyyətin qarşısına bir vəzifə qoyulub, məqsəd qoyulub ki, cəmiyyətin rifahını davamlı olaraq artırsın. Təhsil, səhiyyə, iqtisadiyyat, sosial vəziyyətini artıraraq. Artıq rifah mərhələsi başladı, bitdi, texnologiya inkişaf etdi, xalqlar, yəni xalq öz müqəddəratını təyin etmə vəziyyətində haqq qazandı, seçkidə seçilmə və namizəd olma haqqı qazandı və sair şeylərlə birlikdə artıq bolluq mərhələsi ortaya çıxmış oldu. Texnologiyanın inkişafı ilə istehsalda məhsuldarlıq daha da artdı, bolluq yarandı və təbii ki, bu da nəyə ortaya çıxardı? Kapitalizmi, Fordizmi. Çünki artıq istehsal olunan əlavə qalmış, yəni stoklanmış
məhsullar satılmalı idi. Bunun üçün də nə lazım idi? Yeni bazarlar lazım idi və kapitalizm də buradan böyük gəlirlər əldə etməyə başladı. Əvvəllər insanların ehtiyaclarına görə, sifarişlərə görə maşınlar, avtomobillər istehsal olunurdusa, artıq davamlı bir şəkildə bu məhsullar, avtomobillər istehsal olunurdu və artıq yeni müştərilərini gözləyirdi. Yəni əvvəl tələbə görə bir təklif var idisə, indi təklif var, təklifə görə tələb yaradılırdı. Yəni çünki artıq bolluq var, bu məhsulları satmaq lazım idi. Təbii ki, bolluqla birlikdə insanların ömründə uzun dövrlülük yarandı, iqtisadi vəziyyətləri yaxşılaşdı və inflyasiya dediyimiz vəziyyət daha da stabil bir vəziyyət aldı. Amma bu inkişaf etmiş dövlətlər üçün keçərli bir şeydir. İnkişaf etməkdə olan və 3-cü dünya dövlətləri üçün hələ də problemlərin davam etdiyi bildirilməlidir. Yəni burada vurğulanan şeylər daha çox inkişaf etmiş dövlətlər üçün və ya inkişaf etmiş dövlətə çevrilən dövlətlər üçündür. Texnologiyada baş verən dəyişikliklər siyasi quruluşda da dəyişikliklərə səbəb olur. Dediyimiz kimi, milli dövlətlər texnologiyaya uyğunlaşmaması ehtimalı var. Yəni ki, bu da hani geri qalmış bir vəziyyətdə olsa, texnologiyaya uyğunlaşmaması hələ də keçərlidir. Əgər uyğunlaşma baş verməzsə, yeni bir strukturlaşma düşünülə bilər və ya fərdlər əldə etdikləri rifah səviyyəsinə görə siyasətə maraqlarını itirə bilərlər. Bəli, burada da məsələ ondan ibarətdir ki, bir cəmiyyət artıq bu qədər belə bir mərhələ keçib və bu mərhələyə gəlib, bolluq mərhələsinə, Organskaya görə. Bu mərhələdən sonra da bu transformasiyanı dayandırsa, transformasiyada yeniliklər, texnologiyaların tətbiq edilməyini zəiflətsə, azaltsa, sürətini azaltmış olsa, qıssa, nə baş verəcək dəyərli dostlar? Xalq artıq həm bir tərəfdən bəlkə burada qeyd olunmasa da xalq tələbləri arta bilsə inqilablara gedə bilər. Birazdan bu barədə danışacağıq. Və ya tələbləri ilə yeni bir hakimiyyəti, yeni bir siyasi partiyanı hakimiyyətə daşıya bilər. Bu hallar var. Digər tərəfdən isə çox bolluğun olmağı, çox belə deyək, texnologiyanın inkişaf eləməyi də bir tərəfdən sonra artıq apolitizmi ortaya çıxara bilər ki, vətəndaşlar deyə bilər ki, artıq bizim dövlət inkişaf eləyib, bir problemimiz yoxdur. Norveç nümunəsində olduğu kimi. Mən artıq apolitik davranım. Mən nə bilim ətraf mühitə baxım, ona baxım, buna baxım, vaxtımı belə keçirdim. Yəni çünki artıq dövlət inkişaf etmişliyi səviyyəsinə gəlib. Hə, əziz dostlar, burada da sosiologiyadan bir nümunə göstərim sizə ki, məsələn, Emil Durkheim bu barədə deyirdi ki, həm bolluğun çox olduğu, çox cəmiyyətin yüksək səviyyədə olduğu, yəni cəmiyyətin inkişaf etmişliyinin yüksək pik olduğu cəmiyyətlərdə, halda və ya heç inkişaf etməmiş halda intiharlar artır. Məsələn, hal-hazırda biz Avropa dövlətlərində, xüsusilə inkişaf etmiş dövlətlərdə intihar oranlarının, yəni payının artdığını gördüyümüzdə, dərəcəsinin artdığını gördüyümüzdə bununla əlaqələndirə bilərik ki, artıq insanların bir məşğuliyyəti yoxdur. Bir mübarizə aparmaq üçün bir məqsədləri yoxdur. Gündəlik işlərlə məşğuldurlar, bolluq səviyyəsindədirlər və artıq özünə bir məqsəd tapa bilməyən insanlar da nə edəcək? Özlərini intihar edirlər. Yəni fərqli yollar tapa bilmirlər. Tam əksinə, bolluğun olmadığı 3-cü dünya dövlətlərində də insanlar yaşamaq istəmədikləri üçün həyatlarına son verirlər. Ki bu halların da altını vurğulamaq lazımdır, cizmək lazımdır əziz dostlar. Yəni burada da vəziyyət budur. Siyasi inkişafa təsir edən faktorlar var. Bunlar nələrdir? Bunlar böyük müharibələr, böyük fəlakətlər, siyasi idarə etmənin uğursuzluğu və iqtisadi uğursuzluqdur. Əziz dostlar, bir dövlət düşünün. Bu dövlətdə deyək ki, böyük müharibə yaşanıb. Dövlət demək olar ki, böyük itkilərə məruz qalıb. Almaniya məsələn, Almaniya Federativ Respublikasında olduğu kimi bir Hitler dövrü var. Hitler hakimiyyəti süquta məruz qalıb və nəticəsində yeni bir dövlət ortaya çıxmaq məcburiyyətindədir. Ki bu da gördüyümüz kimi böyük müharibədən sonra dövlət deyir ki, mən inkişaf etməliyəm. Mən transformasiya etməliyəm ki, inkişaf etmiş dövlətlər səviyyəsinə gələ bilim. Və beləliklə, məsələn, Yaponiyanın özündə də Menji dövrü. Orada da eyni vəziyyət oldu. Böyük müharibə olub, müharibədən məğlub çıxıblar, amma buna baxmayaraq onlar inkişaf etmiş dövlət səviyyəsinə gəlmək üçün böyük əzmlə, nizam-intizamla transformasiyanı başlatdılar. Yəni siyasi inkişafa səbəb oldu.
siyasi inkişaf da bərabərində qurumların demokratikləşməsi, müasirləşməsi, daha da güclənməsinə gətirib çıxartdı. Məsələn, böyük fəlakətlər. Bu İkinci Dünya müharibəsində Yaponiyaya atılan atom bombaları, 2 dənə atom bombası atıldığını bilirik. Bunlar ikisi də Yaponiyanın böyük itkilərə məruz qalmağına səbəb oldular. Ancaq xalq bu vəziyyəti ortadan qaldırmaq üçün birləşdi. Təbii ki, Amerikanın dəstəklədiyi qruplar ətrafında birləşdi və Yaponiyanı yenidən güclü bir vəziyyətə gətirdilər. Eyni şey Koreya üçün, eyni şey Çin üçün də söylənə bilər, deyilə bilər. Təbii ki, üçüncü faktor hər yerdə görə biləcəyimiz bir faktordur ki, siyasi idarə etmədə bir xaos varsa, koalisiyalar qurulur, amma koalisiyalar bir nəticə vermirsə, hakimiyyətlər, hökumətlər davamlı deyilsə, nəticələri zəifdirsə, xalq necə deyərlər, bir əl ataraq və ya hakimiyyəti idarə edən şəxslər özləri əl ataraq koalisyon hökumətlərini sonlandıra bilər. Müəyyən bir siyasi xaosu, münaqişəni sonlandıra bilərlər ki, bunun üçün də nə edəcəklər? Siyasi transformasiya, qurumların daha da yaxşılaşdırması. Bir də təbii olaraq hər şeyin, yəni demək olar ki, başında deyək, iqtisadi uğursuzluq gəlir ki, dövlətlər də iqtisadi uğursuzluq nəticəsində xalq və ya idarəçilər, necə deyərlər, siyasi transformasiyanı başlada bilərlər. Məsələn, ABŞ-də hal-hazırda demək olar ki, dövlətin büdcəsindən azaltmalara gedilir, kəsirlərə gedilir ki, dövlət büdcəsi necə deyərlər, defisitini qarşılasın, kəsirini qarşılasın və inkişafa keçsin. Yəni o borclarını ödəyə bilsin davamlı bir şəkildə. Bu da iqtisadi uğursuzluq da gördüyümüz kimi ABŞ kimi böyük bir dövlətdə belə transformasiya prosesini başladır. Deyək ki, bir transformasiya olmur. İdarəçilər də demək olar ki, ayaq dirənirlər ki, xalqın tələblərini yerinə yetirməsinlər və ya mövcud bir problemi həll etməsinlər. Onda nə baş verir? İnqilab. İnqilab baş verir, əziz dostlar. İnqilab da qeyd elədiyim səbəbdən yəni demək olar ki, baş verir. İnqilabın əslində iki növü var. Bir, xalqın tərəfindən təşkil edilən, bir də ordunun tərəfindən təşkil edilən. Burada da daha çox biz inqilabları iki halda görürük, qeyd eləməliyik. Birincisi, ordu tərəfindən təşkil edilənlərdə biz buna xunta deyirik. Xunta baxır ki, siyasi hakimiyyət zəifdir, legitimliyini itirib və bu vəziyyətdə ölkə daxilində, cəmiyyətdə anarxiya var, planların heç biri tutmur və bu halda demək olar ki, hakimiyyətə əl qoyur, siyasi hakimiyyətdəkiləri həbs edir və ya öldürür. Müəyyən yollar, onu tam deyə bilmirik, müəyyən metodlar var, hər cəmiyyətə görə bu dəyişir. Onları sıradan çıxararaq özü hakimiyyətə ələ qoyur. Hakimiyyətə əl qoyur, sonra isə öz məqsədləri ətrafında dövləti başlayır, dövləti və siyasi strukturu başlayır dəyişdirməyə, transformasiya etməyə və təbii ki, ən çox da dəyişdiriləndə əgər müsbətdirsə, Avropa kriteriyalarına, dünya kriteriyalarına görə dəyişdirmələr başlayır. Amma tam əksidirsə, artıq bu diktatoriyaya qədər gedib çıxa bilər. Amma adətən hərbi elitanın əl qoyduğu bir cəmiyyətdə, bir dövlətdə hakimiyyət bir müddətdən sonra parlamentə həvalə edilir. Məsələn, 1960-1980 Türkiyə Respublikasında təşkil edilən bu inqilablar hərbi xuntanın hakimiyyətə gəlməyi də məhz belə nəticələndi. Sonradan siyasi hakimiyyətə təhvil verirlər. Amma bəziləri vermir. Çevrilişi həvəsləndirən səbəblər isə aşağıdakı kimidir. Amma buna keçməmişdən əvvəl bir şey də bəhs edim. Hərbi elita kimi həm də xalq özü müəyyən qruplar, məsələn, işçilər birləşərək SSR-də olduğu kimi hakimiyyətə əl qoya bilərlər inqilab nəticəsində. Bunu da unutmayın. Biri sivil, biri hərbi. Siyasətçilərin zəif idarəçiliyi olduğu təqdirdə inqilab yaşana bilər. Müxalifətin hökumətdən qurtulmaq üçün ordunu dəstəkləməsi də inqilaba səbəb ola bilər. Cəmiyyətin və bölgələrin parçalanma təhlükəsi inqilaba səbəb ola bilər. Ordu ilə hökumətin mənimsədiyi ideologiya arasında fərqlilik inqilaba səbəb ola bilər. Ordunun maraqlarını qorumaq istəyi inqilaba səbəb ola bilər və beynəlxalq dəstək, yəni xaricdən bir dəstəyin olmağı da yenə inqilaba səbəb ola bilər ki, bunlardan biri vasitəsilə inqilab baş verə bilər, əziz dostlar. Yəni burada da daha çox biz məsələn bu başlıqda xüsusilə də 1960-cı illərdə daha doğrusu Türkiyə Respublikasında görə bilərdik ki, hərbi xunta
daha çox yəni hakimiyyətlə, Demokrat Partiya ilə fikirləri fərqli olduğu üçün onlardan xilas olmağı yolunu seçmişdilər. Təbii ki, burada da e, bu da qeyd elədiyim bir səbəb idi, dəyərli dostlar. Yəni dediyimiz kimi inqilabların yaranma səbəbləri adətən bir-birinə oxşayır. Burada qeyd elədiyimiz səbəblərdən qaynaqlanır. Amma inqilabların yaşandıqdan sonra, baş verdikdən sonra nəticəsi isə özündə fərqlilik göstərə bilər. Məsələn, 1789-cu ildəki Fransız inqilabının nəticəsi ilə Sovetdə yaşanan inqilabın nəticəsi eyni olmadı. Xatırlayan olsa, yəni bunu da anlaya bilərsiniz ki, nəticələr fərqlilik göstərə bilər. Belə əziz dostlar, bugün sizlərə siyasi transformasiya haqqında məlumat verdim. Ümid edirəm ki, siyasi transformasiya haqqında kifayət qədər məlumata sahib oldunuz. Biraz proqramın sonunda, yəni mühazirənin sonunda adətən mən burada gördüyünüz kimi biraz geriyə çəkilirəm. Onda balaca görsənirəm burada ekranda. Amma əsas odur ki, səsim və görüntüm, xüsusilə də slaydım sizlərə gəlib çatırdı. Çünki özümü görə bilmirəm kamerada və buna görə də bəzən qabağa, bəzən də geriyə getmiş oluram. Bunu da zəhmət olmasa nəzərə alın əziz dostlar. Növbəti mühazirədə görüşmək ümidi ilə sağ olun.